Gerçekten dəhşətdir, yəni halımız. Və kədək ədəmə atallah, hər qədər Allah Teala'nın yəni verdiyi afiyət, əzaların afiyyəti. Məsələn, bu ciyər, böyrək, qəlb. Bizimlə deyir, ciyər xərçənginə tutulanla və yaxud sirroz deyək də, ciyər sirrozu. Fəşəl kələvi, yəni fəşəl kələvi nədir? Atqaz eləməkdə, böyrəyin atqaz eləməsi. Bizimlə onun arasında olan nədir deyir? Yalnızca Allah Teala rəhmətidir. Əgər sənin Rəbbin istəsəydi deyir, sən də onun mislində olardın. Fəhədə yumkin insan biləhdir. Yəni bir saniyə söhbətində insan tutula bilir. Summa ba'dəki yuqalləhu, sonra deyilir ki, kəm təbdül. Yəni bunu aradan qaldırmaq üçün nə qədər verərsən də bu xəstəliyi. O da deyir ki, dünyanı verərəm. Üzerimdə olan bütün paltarımı verərəm. Ki, afiyət mənə qayıtsın da. Lakin görürsən, bunlarda bir fidyə yoxdur da. Bu da Allah Teala'nın lütfüdür, rəhmətidir. Amma deyir, insan deyir, nə vaxt ayılır, bunlardan məhrum olan da deyir. Bu nemət aradan qalxandır. Görürsən, insan kasıblayır və yaxud da afiyət aradan qalxır, depressiya üzü verir və yaxud ağrı üzü verir, vəhşət və qəlbin sıxıntısı, dünya onun gözündə qaralır. Sonra deyir, Allah'a sığınmaya başlayır. Sonra görürsən, gedir deyir, raqilərin yanına, yəni ruqya oxuyanların yanına. Amma Allah Teala kəllə ilə sənə yatqa. Həqiqətən insan kənazlıq edir. Ən ra'ahu stağnə, özünü dövlətli hesab edəndir. Yəni nə vaxt ki, yəni hər şey var, elə bir ki, ehtiyac yoxdur. Hətta bizim aldığımız bu nəfəs, məsələn, böyük bir nemətdir. Ləvkənin insan ləhiyəstatı. Əgər insan, görürsən, nəfəs ala bilməsə, görürsən, cihaz qoşurlardı, məsələn. Cihaz qoşur, səfər eləyir, səfərdə həmən cihazla, görürsən, o turba ilə hərəkət eləyir bir yerdən başqa yerə. Harasa gedirsə, nə olub, biz bu nemətdən deyir, qafil qalırıq. Sonra,